ekranı. Bəli, bəli. Hə, başda Aysun. Aysun başda tez cavab ver, çətinlər Türkan işləyəcək. Hamısını. Hə. Başda Aysun, birincidən başda cavab verməyə. Mən birləşmə reaksiyası ikincidir. B variantı. Sonra ikinci. Birinci əvəz etmədir, üçüncüdə mübadilədir. Aferin. İkinci sual. Aysun. Mən ikinci sualda da Nəyə Əvəz vəzir? etməni istəyirdim. Əlbəttə vəzir etmək istəyir. Biri bəsitdir, biri mürəkkəb. Bunların hamısı birləşmədir, bir dənə E variantı əvəz etmədir. Aferin, aferin. Üçüncü. üçüncü Parçalanma. variantı. Hədir. D. Homogen reaksiya. Kim idi bunu dünən səhv eləyən? Homogen reaksiya. Dünən kim isə bunu... Mübadilə götürmək istəyirlər. Mübadilədir, o cür variant. Yox, onu demirəm. Hə, o deyirdi. Dördə keçmişik. Hə, alacaqdır. Hə, alacaq Alacaq idi. idi, Hə, mən. deyirəm, kimsə səhv eləmişdi sizlərdə. Şimdi maye halında olanlarda bəklər homogen ola bilməz. Ya qaz olmalı, ya maye olmalı. Afərin Türkan, afərin. Xoşum gəlir səndən nəsə. Bilmirəm, o biri dərslərdə də beləsən, yoxsa necə? Bacardığım qədər. Hə? Bacardığım qədər. Hə, sonra. İndi nədir bu? Homogen hansı oldu Aysun? D variantı. D variantı. Eksotermik. Nə deməkdir Bəli, eksotermik? qaz. Aha. Eksotermik nə demək idi? Mən Exoxarit deməkdir. Bəli. Müsbət cüdəməm, istiliyin ayrılması. Aha, indi yanma reaksiyası hara aiddir? Orada nə baş verir? Dedi, yalnız yanma reaksiyası deyirsə, yalnız üçə. Yox, ümumiyyətlə seçirik eksotermikləri. Yanmadsa eksotermik də istiliyə ayrılır da avtomatik oradan. Olur yalnız bir, kömürün yanması, karbonla O2, CO2 yanır. Parçalanması ola bilməz. Suyun buxarlanması da buxarlanır, orada mənfi küdür. Aferin, yalnız bir, düzdür. Sonra gəldik bura. Burada Endotermik endo proses. deyirsə mənfi küdür, istiliyin udulmasıdır bu. Məncə. Hə. İndi gözlə bir dənə Aysun İndi cavab versin burada- qızım. Qızım, bir dənə gözlə Aysun cavab versin, sənə gələcək. Hə, Aysun hansı oldu? Bir hansı reaksiyadır? İstilin ayrılmasına gedir udulması ilə? Mən bir istinin ayrılması ilə, Parçalanma deyil qızım. udulması ilə, istinin udulması ilə, iki ayrılması ilə, üç də. Yox, udulma. Udulma da axı qızım. Bax, kaliuma özündən rəqəm ver. Elektron minus bax. Burada minus varsa verilmədir də minus. Bax, verir minus. Deməli bu endotermikdir. Bax, Yəni kaliumun qəbul edir, udurdur. mənfi, yəni burada sübut da eləyə bilərik. Kalium 0-dır. Neçədir bunun protonu? Neçə idi? 19 idi da. Kalium elektron da 19-dur. Bir elektron verəndə kalium müsbət 1-ə gəlir. Bu 18 olur. 19-dan 18-ə düşür. Elektron azalır. Bu da cibimizdəki dirdim pul azalır. Bu da heç kimin xoşuna gəlmir. Bu da mənfi əlamətdir. Su buxardır, bu yoxsa qazdır, nədir bu? Qazdan nəyə keçib görənmirəm. Mən də görmürəm. Qazdan mayeyə keçib deyəsən. Su qazdan mayeyə keçib. Orada nə baş verir? Qazdan mayeyə keçib. Bax, bərk, bax Müəllim, elə. qazdı, biri də mayedir. Maye deməli, maye. Mayedirmi? Bax, bərk, maye, qaz. Bu istiqamətdə Bəli, orada bərk müsbət küdür. mənfi küdür bu istiqamətdə. Mənfi Mənfi küdür. kü, bəli. Niyə? Birinci böyük bir şirkətim, ailəm var idi. Dağılır, yavaş-yavaş dağıldı. Qaz olanda vəbşi yoxa çıxır. Kimin xoşuna gəlir bu əlamət? Mənfi küdür. Geri qayıdışı isə qazdan maye artıq müsbət küdür. Bu da deyir qazdan maye, bu müsbət kü oldu. Bu mənfi kü oldu, bu da mənfi kü oldu. Aydındır? Məndən də endotermi istəyir. Endo, daxilə. Yəni, istiliyin dulması ilə gedir.
Ümumiyyətlə bu endonun, Yəni, exonun mahiyyətini başa düşürsünüzmü? Nə demək istəyir bu? Endonun, exonun mən lorlaşdırıb deyirəm. Nə deməkdir? Məsəl üçün insan acanda necə olur? Aqressiv olur da, enerjisi tükənir. Düzdür? Enerjisi tükənir. Bu zaman mənfi əlamətdir. O aqressiv olmaq onun. İndi mən deyirəm ki, istiliyin udulması. Biri var, indi məsələn mən yedim, qidalandım, istirahətimi etdim. Artıq dincəldim də, başlayıram indi ətrafa gülümsəməyə, müsbət enerji verməyə. Bu artıq olur egzotermik. Amma həmişə deyirlər ki, deməli, egzotermik müsbət yaydım ətrafa. Yanma reaksiyası nə olur? İstiliyin yayılması ilə gedir. Orada istilik ayrılır. Düzdür? Bax, indi mənim əgər yemək yeyən zaman, daha doğrusu enerji saçan zaman müsbət istilik verirəm də, enerji verirəm, müsbət enerji. Bu zaman daxilimdəki enerji var, entalpiya. Entalpiya daxilimdəki enerjidir. O mənfi olur. Çünki müsbət qutarır, artıq mənfi keçir də, düzdürmü? Bax, xaricimdəki mənfidir gülümsəyən zaman, xoş vəziyyətimdə. Daxilimdəki mənfidir. Amma xaricimdəki mənfi olanda, niyə ki mən aqressivəm, amma istəyirəm müsbət olum da, daxilimdəki müsbət olur. Ona görə delta H-la Q-nun istiliyin qiymətləri eyni olur, amma işarələri fərqli olur həmişə. Aydın oldu? Yəni lorlaşdırıb da deyirəm ki, başa düşəsiz tam mənada. Sonra Aysun 7-ci sual. Burada buzun əriməsidir ikincidən. Exo deyir. Exo, qızım, exo. Müsbət kütlü, yəni istiliyin ayrılması. Düzdür, mən buxaranma ola bilməz, axı bu ərimədir. Ərimə olanmaz, buxaranma olanmaz, bu kondensləşmədir, bu da donmadır. Bir bərk mayı qaz. Bir də bu bərkdən qaza keçir. Bu da sublimasiyadır. Bu olmaz, bu olmaz. Suyun donması olacaq da. Niyə? Atom elektron verimə dediyi mənfi əlamətdir. Yodun sublimasiyası o da bərkdən qaza keçir. Bərk idi, yoxa çıxdı, qaz oldu. Kim xoşuna gəlir, mənfi. Mənə eksotermik lazımdır. İndi təzədən mən dağılmışam. Şirkətim, ailəm dağılıb. Təzədən qaz özünü bərpa eləyir, təzədən şirkəti qurur. Bu müsbət əlamətdir, geri qayıdış. Qazdan bərkə. Bərkdən qaza isə nədir? Mənfi əlamətdir. Aydın oldu? Yəni bu sözə fikir verməyin, buxarlanma. Bu sözə fikir verin, ərimə. Bu sözə fikir vermə, donma. Elektron vermə bildik. Bu da sublimasiya nədir? Onu da bildik. İndi misal çəkibdir. Orada yodun sublimasiyası. Aydındır? Bəli. Aha, sonra atomun elektron verməsi nədir? Mənfi küdür. Vermə. Vermə nədir? Minusda verir. Özündən çıxır. Ver, pay versən. Verdim. Azaldı. Elektronum azaldı. Aydındır? Sonra indi keçdik buna. 8-ci sual. Mən birinci düzdür. Birinci nə deyir? Reaksiya, burada istilik effekti müsbət Q-dur. Müsbət Q-dur. Deyir, hansı reaksiya istilik effekti mürəkkəb maddənin əmələ gəlmə istilinə bərabərdir. Yəni, əmsalı əmələ gələn maddə birinci bəstlərdən əmələ gəlməliyəm. Mənim şərtim nədir? Əmələ gəlmə istilini tapmaq üçün. Birinci bəst olmalıdır. Bu reaksiya avtomatik getdi. Yoxdur, belə reaksiya yoxdur. Əmələ gəlmə tapa bilmərəm. Çünki burada mürəkkəb var idi. Niyə? Birincilik bu getdi, çıx. Amma bunları götürə bilərəm. Çünki bəstlərdən əmələ gəlib mürəkkəb. Amma indi nəyə baxıram? Deyir, nə deyir? Mürəkkəb maddə əmələ gəlməsi, əmələ gəlməsi. Burada Q-dur, bu da Q-dur tutaq ki. Əmələ gələn maddənin əmsalına baxıram. Burada 1-dir, burada 1-dir. Deməli, bu tutaq ki 50-dir, bu da 60-dır. 50-ni 1-ə böləndə 50 eləyir, 60-ı 1-ə böləndə 60 eləyir. Deməli, 2 ilə 3 olacaq cavab. Aydındır, yadınıza düşdü, Aysun? Başa düşür. Ay, Türkçəm, başa düşdün qızım? Hə? Bir də mən işini götürmək istəyirdim, yalnız işini. Siz üçü də götürdü. Niyə? 3-də əmsal var ki? 3-də əmsal var. Bəlkə mən görmədim. Var ki əmsal. 3-də
Bu da bu. Dəfas orada. Yanmanı demir, əmələ gəlməni istəyir. Əmələ gələn mürəkkəb maddəyə baxmırdım, birləşməyə baxmırdım. Əmsalla. Səhv anlamışam, mən bildim. Aydındır, başa düşdünüz mahiyyətini. Bəli. İndi keçək o birisi Bəli. məsələyə. Məsələdir bu. Görün məsələ necə işləyəcəksiniz. Yəni burada C4H10 deyirsə yandırmalıyam. C4 Müəllim. C4H10 üstə gələk. Demək, karbon qazı su alınır, suya 10 düşür. Sonra C4H10'a 2 düşür, oksijenə də 3 düşür. yox. 8 düşür. Niyə mi? 2 dəfə artırmısansa bura 8 düşməlidir. Bura 8 düşür. Bura 10 düşür. Bura 2 düşür. Oksigen də ona uyğun düzəldirsən. 16, bu da 10, 26, burada 13 düşür. Məndən zaten onu, nə istəyir məndən? Yanma istiliyi Q kilojoldur. Bax, C4H-ın yanma istiliyi Q yanması. Nədir? Q kilojoldur. Onda mən Q yanma nəyə bərabər idi? Düstur kimi. İstilik effekti bölünsün əmsal. Düzdür? Q yanmam Q'dur. Bax, verilib Q. İndi rəqəm verilib. Yəni Q bölə 2-yə. İstilik effektimi tapmaq üçün əmsal da burada 2 idi də 2-yə bölmüşəm Q alıb. Onda mənim istilik effektim nəyə bərabərdir buradan? 2Q-ya. Düzdür? Bu bölünüb 2-yə. Bölünüb 2-yə ki bu Q olub da. Əvvəl onda neçə olubdu mənim şeyim? İstilik effektim. Q olub da. Başa düşmədik? Türkan. Geç çatdı. Bax. Deyir ki, mənim C4H10'un yanma istiliyi Q yanması Q-ya bərabərdir. Bir şey deyim, sizin ekranınız məndə görükmür ha. Yəni yazdığınız. Niyə? Bilmirəm. Məndə də görmürəm mən. Bəs mən sərdən özüm üçün yazıram, qızım. Sual görsənir, amma şey görsənmir. Yazmam görsənmir. Deyin də bəs. İndi görsənir. Bax, bax deyir, yanma istiliyi Q'dur. Yanma istiliyi nədir? İstilik effektini bölmüşəm əmsalına. Bunu da əmsalı 2-dir. Yəni, bu Q olubsa, mənim istilik effektim burada nə qədər olacaq? İstilik effektim ayrılan istilik 2Q olacaq da. Bax, 2Q-nu 2-yə böləndə C4H10'un əmsalına Q vermir mənə. Q-nu verəcək də, bunu verəcək də mənə. Düz deyil? Mənim istilik effektim onda 2Q-ymuş. Burada ayrılan istilik. Buranı başa düşdük? Aha, bəli. Hə, vəsiyo. İndi deyir ki, X qram. Bax, X qram nə deyib? Rəqəm vermir də. X qram C4H yonanda. X-ə Q olur da. X-ə Q olur. O bir sənə də 2 vurursan, 58 deyir onun kütləsi. X-a Q olmur. Yox, Q mənim istilik. Bunu qatma. Getdi uca. Ben burada bunun istiliyini tapdım. X-da bilmirəm nə qədər istiliyi ayrılır. C məsəl üçün. Amma bunun kütləsi neçədir? 58 vur 2-də isə 2Q ayrılır istiliyim. Bu orijinaldır. Orijinalda 2Q qədər ayrılır. Məsəl üçün rəqəm ver. X tutaq ki 58-ə uyğunlaşdıraq. Tutaq ki 29 idi. Bunun da yanma istiliyi tutaq ki Q bərabərdir, nə bilim 150 idi. Deməli, buradakı istiliyim mənim nə qədər idi? 300. Düzdür? İndi deyir ki, bu 29-da bilmirəm nə qədər istiliyi ayrılıb. Bəs öz kütləsində 58 vur 2 əmsala vururam. Nə qədər istiliyi ayrılıb? 300. Başa düşdünüz? Vəssalamda buradan C-ni tapıram. C nəyə bərabərdir? O da nəyə bərabərdir? Q vurulsun. X bölünsün 58. Bunlar ikiler ixtisar gedir də. Aydındır? Bir izah verim yoxsa necə? Yox, mən anladım. Anladınız? Aha. Eksotermik, endotermik prosesləri müəyyən edin. Demək müəllim, birinci baxıram mənfi, müsbət. Bu mənfi Q-dür. Aha, endodur. Bəli. Aha, endodur. Dedik ki, elektron verəndə endotermik olur da, alanda eksotermik olur. Bəli. 1-3 ekzodur. 1-3 ekzodur. Endotermik
İşte 2'dir. Ay bala, demədin ki endo birincidir, sonra 1-3 deyirsən. Demədin ki birinci endotermik. Variantı karıştırdım. Hemen bir dakika. İkinci dəqiq eksodur. İkinci dəqiq eksodur. Bir də dəqiq endodur. Bir dənə qaldı üçüncü. Niyə? Çünki burada elektron alınmadı, müsbət Q-dur. Burada elektron verilmədi. Yani yerin karşı. Yerin karşı. İndi gəlin buna baxaq. Magnezium, İki, bir, üç. magnezium İki. sıfırdan, magnezium kimisi. Bu 2 müsbətə 2 vermir. Burada magnezium 12-dir. Burada 12 proton dəyişmir. Burada 10 oldu. Deməli, neynədir? Elektron verdi də. Ümumiyyətcə, yük artsa elektron verir də. Bu yerini tərsinə yazıb səni qarışdırır. Verilmə də nədir? Mənfi 2. Deməli, 1 ilə 3 endodur, endo. 2 isə eksodur, D variantı. Aydındır? Ben. Aha, sonra keçdik. Bir dəqiqə. Bu qız niyə gəlmədi? Durdum bu qız. Ben orada taşlı bir yerinde işte. Sonra nedir? Bu reaksiyona əsasən esoçin əməl gəlməsinin hesabı Qoy deyəm, mən onu çəkim şəklini. var. Aha. Səndə kitab var, yoxsa ardıcıl deyirsən? Qoy bir dənə mən deyən. Bax, gəldik məsələlərə. Gəldik məsələlərə diqqətli olun, eşidirsiniz? Görsəm ki, işləyə bilmirsiniz, məndən inciməyin, keçməyəcəm təzə dərsə. Deyəm, bir dəqiqə elə görüm, gələ bilirəm, bu nəsə götürmədi. Hə, indi gəldi. Hə. İndi görürsünüz ekranı, yoxsa görmürsünüz, paylaşım. Görmürsünüz, hə? Görməliyim səsini Qoy bir dənə gəlim. Aha. Hə, indi görürsünüz. Yox, mən görmürüm. Yenə görürsünüz. Ben de görmüyorum. Hə? Ben de görmüyorum. Hə, bənətər olur, birində görünür, birində yox. Hə, qızım. Səndə görsənmədi? Bir də girim, yaxşı. Aha. İndi bax, görsənir, qızım. Türkan, görsənir? Ben de böyle. Türkan, səndə də görsənir? Göstərməm. Hə, deyin də, cavab verin. Hə, nə deyir? Verilmiş rəqs əsasən SO2-nin əmələ gəlmə istiliyini hesablayın. Əmələ gəlmə istiliyinin vacib qaydası nə idi? Mütləq bəsitlərdən əmələ gəlməli. Bax, bu reaksiyanı götürə bilərəm. Çünki bəsitlər var solda, sağda da bir dənə mürəkkəb var. Bunu götürə bilərəm. Amma burada isə götürə bilmərəm. Çünki solda mürəkkəb gördünsə, deməli, burada əmələ gəlmə istiliyini hesablaya bilmərəm. Nə olsun ki, 2 dənə maddədən bir dənə maddə əmələ gəlib? Bunu tutdu söhbəti buranı. Yəni, burada bəsitlərdən əmələ gəlib deyənə, SO3-ün mən əmələ gəlməsini asanlıqla hesablaya bilərəm. O da neynirəm istilik effektini? Nəyə bölürəm? Əmələ gələn maddənin əmsalını. Yəni, 640-ı bölürəm 2-yə. Deməli, SO3-ün əmələ gəlmə istiliyi nə qədər oldu? Q əmələ gəlməsi SO3-ün. 320. Bunu tapdıq. Bunu tapdıq mı? Yəni, səndən nə soruşur? Verilmiş reaksiyalara əsasən SO2-nin əmələ gəlmə istiliyini tap. Bunu tapandan sonra artıq mən HES qanununa müraciət edirəm. Yəni, baxıram ki, bir dənə bunu nazikləşdirim. Hə, baxıram ki, SO2 tapdım nə qədər? 320. Gətirib bura yazıram. 320. Sonra bu SO2-ni istəyir. Bunu bilmirəm. Verməyib də, mürəkkəb maddələrdən mən tapa bilmirəm. Amma SO2 tapdım ki, 320 imiş, bəsitlərdən əmələ gəlib, 320-dir. Onda nəyə bərabərdir istilik effekti? Bərabərdir sağ, çıx, sol. Sağdakı maddənin əmələ gəlmə istiliyi, çıx, soldakının əmələ gəlmə istiliyi. Buradan asanlıqla tapacağım ki, x bərabərdir nəyə? Müsbət. Müsbət, bu tərəfə keçir, bu tərəfə mən. Müsbət 110. Aydındır? Burada çətin bir şey yoxdur axı. Yoxdur çətin bir şey. Türkan, başa düşdün qızım? Bəli. Dəqiq. Dəqiq. İndi keçək o birisinə görəm o birisində nə deyir. Hə, rəqəm yoxdur, indi gözümüzü döyməyək. Niyə döyürük ki?
Bax, nə deyir sənə? Mənim general tənliyim, əsas tənliyim nədir? X, Y, 3, üstəgəl 5, Z, 2. Nə alınır? 4, X, Z, üstəgəl 6, Y, 2, Z. Düzdür? Vəssalam, şüt tamam. Nə istəyir səndən? Bu reaksiyanın entalpiyasını tap. Bax, zaten hamısında entalpiya verib. Delta H, adı, mənfi adı. Yəni, istili effekti versəydi, çevirəcəkdim. Bax, Q ilə verilsəydi, məsələn, müsbət A olacaqdı. Bu mənfi adısa Q ilə müsbət A olacaqdı. Delta H ilə axırda soruşduğuna görə, mən bunları elə delta H verilibdir, elə delta H ilə də hesablayacağım. Aydındırmı? Yəni, işarəni dəyişməyə ehtiyac yoxdur. Harda amma varsa, Q ilə verilibsə, delta H istəyirsə işarəni dəyişəcəm, delta H ilə verirsə, istili effektini istəyirsə, onda yenə işarəni dəyişəcəm. Mənfidirsə müsbət olur, müsbətdirsə mənfi olur. Burada çətin bir söz demədim yenə də. Aydındır? İndi nə deyirəm? Deyirəm ki, baxıram ki, məndən nəsə bu entalpiyasını tap. Yəni, bax, x2, 3, bax, bəsitlərdən əmələ gəlib, x, y, 3. Bəsitlərdən əmələ gəlib. Deməli, mən bunun əmələ gəlməsini tapa bilərəm də. X, Y, 3-ün əmələ gəlməsini tapa bilərəm. Bu delta H, reaksiyanın silifi effekti müsbət A-dır. Reaksiyanın silifi effekti bitişi olur. Müsbət Q, müsbət A. Amma mənə delta H-ın kənarda verilib. Zərər yoxdur, problem deyil. Onda neyinirəm? Mənfi A-dırsa, əmələ gəlmə istəyir bunun nə olacaq? Mənfi A bölünsün 2 əmsala bölürəm. Bura qədər aydın oldu mu? Tapdım X, Y, 3-ün əmələ gəlməsini. Bəsitlərdən əmələ gəlmişəm, şərt ödəyirəm. Sağda bir dənə mürəkkəb maddəyəm. Delta H-ın mənfi A-dır. Mənim entalpiya dəyişməsində. Oradan da bölürəm 2 əmsala, tapıram mənim X, Y, 3-ün əmələ gəlməsini. Bu aydın oldu mu? Hə, indi neynirəm? Bunu tapandan sonra gətirib burada reaksiyada yerinə yazıram. 0,10-da, bunu böləndə eləyir 0,5A. Vururam əmsala 4-ə. Z bəsitdir, burada Z-i nəzərə almıram. Düzdürmü? İndi keçirəm nəyə? XZ-ə. Baxıram, XZ də bəsitlərdən əmələ gəlib. Və nədir bunun entalpiyası? C. C-dirsə əmsalı var. Nəyə bölürəm? C bölü 2 yazıram. Əmələ gəlməsini tapıram da. Onda bura nə yazacağım? 0,5C. Bunu başqa rəqəmə rəng geçirim. Bu da əmsalı var. Vururam 4-ə. Şu. Aydındır bura qədər. Bunu işləmirik. İndi 6Y2Z-ə baxıram. Baxıram Y2Z də bəsitlərdən əmələ gəlib. Və bunun əmələ gəlməsi nə qədərdir? Daha doğrusu istəyir B-dir, mənfi B. Əmsalı 1-də əmələ gəlməsi də mənfi B olacaq. Nə olacaq? Mənfi B. Yazdım və əmsala da vurdum. Şu. Bura qədər aydın oldu. Hə? Bəli. İndi neynirəm? Buranın istili effekti, entalpiyasını tapıram. Delta H-ı tapıram. İstili effekti yox. Delta H-la verilib, delta H-ı tapıram. Delta H nəyə bərabərdir? Sağdakıların cəmi, yəni sağçıq solda, düzdürmü? Sağda nə var? İndi yazıram. Delta H bərabərdir. Sağda nə var? 4 vur 0,5 Z, yəni 2Z. Plus mənfi 6B, düzdür? Çıx nə? Burada mənfi başqa mənfi var idi. Bu mənfidir ha, mənfi A-dır. Bu mənfidir. Çıx. Mənfi 0,5 A-nı da vuranda 4-də neçə eləyir? 2A. Eləyir çıx 2A. Vəssalam. Buradan tapıram ki, nəyə bərabərdir? Nəyə bərabər olacaq? Deyin görün, bunlar qutardı. Nəyə bərabər olacaq delta H? Delta H bərabərdir. 2Z saxlayıram. Çıx olacaq 6B. Bu da çıx olacaq plus 2A. İndi cavab hansına uyğun gəldi variantlardan? 2A. Aha. Ben B variantı. Dedi, hə. B-yə uyğun gəlir ki, A müsbət 2 olmalıdır. B mənfi B olmalıdır. Mənfi olmalıdır. Z də müsbət olmalıdır. Buna uyğun gəlir. A-dır. Hə, düzdür, üzr istəyirəm. Mən E-yə baxıram ki, görüm bunu mörtəzədə vursam. Bu çevrilir müsbət A olur, amma mənfi də müsbət B olur. Bu da müsbət, hamısı müsbət olur onda. Hə, düzdür. B bəndidir. Aydındır? Başa düşdük? Bəli.
Hə, indi keçirik buna. Deyir ki, termotənliyə əsasən 120. Əslində nə qədər istilik ayrılır? 484. 484 istilik ayrılanda reaksiyaya daxil olan oksigenin, yox bölmürəm. Reaksiyaya daxil olan oksigenin kütləsini istəyir. 484 kilojolda oksigen nə qədər daxil olur? 1 mol. 1 mol yəni 32 qram. 32 qramsız. Vahidi yoxdur. Öz kütləsi 32-dir. Bəs 120 olanda bəs deyir nə qədər olur? Bax, yenə də 484 orijinaldır. 484 istilik ayrılıb orijinal reaksiya tənliyüzlə. 32 oksigen reaksiya daxil olur. Bəs deyir 121 olanda nə qədər reaksiya daxil olur? 120 kilojol olur. Ondan ixtisar etdiyi 2 x16-dır. Niyə 16 olur? 4 dəfə ixtisar etmir. 8. Düz deyil Turşan? Hə? İxtisar eləyirəm. Onda mən bir dəfə tapacaqdım. Nəyə kalkulatora gedirsən, başa düşmədim. 484-də 32-dir. Bir dənə 20 oldu da. 121. Dəqiq. Bundan bir ixtisar gedir 4. 4 ilə də 32 ixtisar gedir. 8 qalır da. Nəyə vurub bölürsən ki? Başa düşdü? Bəli. Aha. İndi keçdik digər reaksiya. Digər reaksiyada nə deyir? Nədir digər reaksiyada? Bu da eyni qaydada. Etilerin yanma reaksiyası. Eyni qaydada. Əslində Deyim mən. De balam, de. Bax, 3'ə 1412 dedi. Onda Aferin. x-ə də Litrlə. Hə, 3 moldan tapaq, sonra litrə çevirərik. Asan da olsun. Hə. 1412-dir. Aha. bəli, x-ə də 2824. Всё, bundan bu getdi, burada qaldı 2. Altını da nəyə vuracağım? 22,4'ə. O da eləyir 134. Aferin. 134. Aferin. Başa düşdü? Aha. İndi görün bunu necə işləyəcəksiniz. 15-i. Aha, bunu da deyə bilərəm. Aha. Deyə bilərsən? Deyil, lap yaxşı. 6400 nədir? 640'a bölünür 320. Bölmürsən. Heç nəyə bölmürük. Bölmürük. Əmələ gəlmə istiliyindən soruşur. Burada delta H verib. Delta H verib. Bax, yazıram reaksiyanı. 2O2, 2SO3. İndi delta, amma məndən əmələ gəlmə istiliyindən soruşur. Delta H-la soruşmur. Delta H kənarda yazılıbsa, bunun istiliyi nə qədərdir? Öz istiliyi nə qədərdir bu reaksiyanın? Mənfi 640-dırsa, öz istiliyi nə qədərdir reaksiyanın? İşarə fərqi, işarəcə dəyiş. Müsbət 640 olmayacaq, bitişik şəkildə reaksiya. Bu da oldu bunun nəyi? Hə? Əmələcəm. İstilik effekti olacaq. Orada ayrılan istilik olacaq. İndi burada nə verib? SO2-nin əmələ gəlmə istiliyi nə qədər verib? Mən burada bəsitlərdən əmələ gəlmir, bir dənə mürəkkəb maddə alım. Amma bəsitlərdən əmələ gəlmir, bax, mürəkkəb maddə var solda. Əgər burada bəsit versəydim, mən burada asanlıqla SO2-nin əmələ gəlmə istəyini tapa bilərdim. 640 bölərdim 2-yə. Burada yox, verilib də, ala. 210 bunu verib, vururam əmsalına, 2 var. Bu göstərülmür. Bunu bilmirəm, bunu soruşur zaten. X-dır, əmsala da vurdum, oldu 2 qız. Neyinirəm? 640 bərabərdir. Sağ, çıx, solda nə qədər olacaq? 420. Bəs salamda buradan tapacağım ki, nəyə bərabərdir? 420'den çıxsam. Hə, çıxmırsan. Çıxmırsan, bu tərəfə keçir. Çıxmıram, toplayıram. Hə, toplayıram. Aysun, sən də iştirak et. 1040. 1040 niyə? 1060. Məndən 1060. 1060. X-də nəyə bərabərdir? 530. Aydındır? Mən nə tərəfdirəşdim mənim? Hə. Bu 640 demədiniz, müsbət işarə ilə olur. Hə. 640 böldüm 2'ye 320. Hə. Bir de SO2'nin de 210 bölüm. Başa düşdünüz, tutduq əsas mahiyyətidir. Tutursuz söhbəti. Ben Hə?
İndi burada nədir? Mənim əsas tənliyim nədir? A plus C 2B. Mənim əsas tənliyim budur, bax, kompas tənliyim. Aydındır? İndi mən bu kompas tənlikdən yola çıxıram. Yolumu tapıram. Necə tapıram? Mənim am əsas tənlik yazıram. Əsas tənlik. Mənim əsas tənliyimdə A reaksiyanın H tərəfindədir. Solundadır, sağındadır. Solunda. Baxıram bu reaksiyalara. Bu reaksiyalar da AH tərəfdədir. Bilməyəcəyəm. Röya Ayxan deyir, mən solla sağı bilmirəm deyir. Hə. Deməli, burada oldu A solda. Baxıram ki, mənim əsas tənlimdə əmsal yoxdur. Amma burada var. Burada var. Mən bunu orijinala gətirməliyəm. Bununla işim yoxdur. Mən istilik effekti ilə işim var. Onda müsbət işarəyə dəymirəm. Amma bölürəm, A-ya gətirəm 3-ə. Başa düşdünüz? 130, müsbət 130. İndi keçirəm buna. C-yə baxıram, hardadır? C-yə baxma, B-yə bax. B hardadır? Hə, B-yə bax. B hardadır? B-yə. Alınana bax. Alınan net hardadır? Sağda. Burada da sağdadır. Alınanın qarşısında 2B var, burada 6B var. Böləndə yenə müsbət 130 elədi mi? Yəni bu onsuz da işarə ilə rəqəmə dəymirəm. İndi keçirəm C-yə. C-yə nə axırda özüm qəsdən baxdım. Ki B ilə A eyni rəqəmi verdi mənə 130. 130 saxlayıram. Müsbət 130 saxladım. İndi C-yə baxıram. Mənim əsas təlimdə C H tərəfdədir. H tərəfdədir. C. Gürçən. Əsas tənliyimdə solda. Bəs reaksiyalarda H tərəfdədir. Reaksiyalarda D solda. Soldadır bu. Sağda. Onda işarə dəyişir. C-nin əmsalı yoxdur, burada da yoxdur. Onda işarə dəyişir. Bu sağa keçir. Bu mənfi 180 keçdi, sağ oldu, müsbət 180. Bunu oxşatdım da bunun kimi. C-ləri hardadırsa ora keç. İndi mən keçirtmirəm də, indi burada yer yoxdur, yazmıram. Bir dəfəmlik beynində yazın. Bu müsbət 130 ilə onda müsbət 180 neynirəm? Toplayıram 110. Şu da. Hə, indi tutdu söhbəti. Dəqiq. Bəli. İndi keçək buna görün bunu işləyə biləcəksizmi? Buna inanmıram. Hə? Nə dedin Türkan? Heç bilmirəm. Zeynəbdir, internetimiz gedib gəlir. Ay Allah. Vacib dərsidir. Göndərərəm iş qulaq. Baxın. Mənim əsas tənliyim hansıdır? Bu. Gətirim yazım bura. Bir dəqiqə gəlirəm. Bax, Aysun tutdu. Aysun tutdu. Tutub keçəndən tutub prost yadından çıxıb. Səni qınamıram ki, yazıq müəllimləri nəysə danışmayım dallarıcan. Əsəf görür məni. Nəysə. Birinci baxıram ki 4NH3. Baba. 2-yə bölürəm. Bəli. İstilik effekti. Əvəzlərdən əmələ gəl bir dənə mürəkkəb. Bu oldu nə qədər? 140. Bura gətirib yazıram 140. Amma vururam 4-ə. Oksigeni nəzərə almıram. Bəsdir. Keçdirəm NO-ya. NO-ya bax. X bölü 2. Yəni 0,5x. Vururam nəyə? 4-ə. Suya bax. Suya bax. Bəsitdir. Bəsitlərdən əmələ gəlib. Neyinirəm? Öz əmələ gəlmir. 2-yə bölürəm. 242. Onu da vuram nəyə? 6-ya. Suyun əmsalını. Fisyo. 532 nəyə bərabərdir? Sağ çıx sol. Yəni, bunu buna vuran neçə eləyir? 2x üstə gəl. 242-nin 46-ya vuran neçə eləyir? Yəni, bu yazım mən özünüz vurarsınız. Bunu topladım. Çıx sol. 4 vur. Nə? 140. Bəs salam. Hə, indi işarəni bir dənə rəziyyatın başına bir dənə daş salın, Türkan bir də başa salaq. Amma rəziyyatdır. Başa düşdün indi Türkan? Mən başa düşdüm. Ay, sağ ol. Buna aid bayaq eləmişdik, rəqəmsiz eləmişdik. Rəziyyat tuta bilmirəm, başına taxtar. Nə deyil Türkan? Heç. Hə, bir dənə rəziyyatın başına daş salın.
Neçə tapdınız? Lazım tutuyla. Tapa bilmirsiniz. Yoxsa necə? Türkçən 242-nin 46-ya vurdun, neçə tapdın? 8750. Neçə? Neçə eləyir qızım? Mənim Hə. 242-nin 6. 242-nin 6 dəfə. 1452. 1452-dən də 560 çıx. Çıxdım mən. Neçələrdən? 892. 892. Bu tərəf oldu 892, hə? Müsbət 892-də. Hə. İndi 2x tapıram. 2x nəyə bərabərdir? 892 çıx 500, estağfurullah. 532 çıx 892. Bir dəqiqə. Bunu silim. 532 dedik də. Mənfi 360. Deməli nə çıxdıq? 532-dən çıxdıq 892 bərabər elədi 2x-a. Neçə elədi? Mənfi nə? Mənfi 360. 360. X də bərabərdir mənfi 180. Elə mi tapdıq? Bəli. Varsa. Elə mi tapdıq? Elə mi tapdıq? İndi burada nə istəyir? İndi burada nə istəyir? Cavab var. C-yə mi qaçacaqsınız, yoxsa necə? Mənfi 180. X istəmədi. Hə də 180 elədi. Aydındır? Bəli. X-i tapdıq da biz. Hə də 180 eləyir də. Başqa nə tapacam ki oradan? Aha. Aydındır? Keçdik o birisinə. O birisini işləyin görək. Müəllim, bəs keçəsiniz? Yox, keçməyəcəm. Çünki bunu işləyə bilmirsiniz. Sabah vaxtınız olarsa, mənim də vaxtım olarsa, səhər tezdən yatmamaq şərti ilə keçə bilərəm. 9-da. Çünki ikinci günə yüklənməsin də sizin adı nədir? Üst-üstə yığılmasın. İndi işləyin bunu. Nə deyir orada? Bunu keçən dəfə mən başa saldım. Reaksiya endodur. Dərsdə mən başa saldım. Bunu mən başa salmışam. Deyim cavabı. Hə, de görüm. Biri 2-dir. Əzbərçilik yox. Başa sal. Deyir ki, su mayədən buxarlanır su qaza. Düzdürmü? Bəli, bəlkə maye qazdır. Aha. İndi su may burada mənfi 2 olur. Burada isə müsbət 2 olur. Məsəl üçün su mayə özümüzdən rəqəm deyək. Nə deyək? Buna deyək bu Q1-dir, tutaq bu Q2-dir. Q1 olacaq tutaq ki 30. Q2 də olsun, nə bilim. Yox, bu 40, bu da 30. Bundan kiçikdir də. Yox, bu da mənfi 30 olmurmu? Müsbət 40, bu da mənfi 30. Mənfi 30. İndi deyir ki, suyu parçala. Suyu parçalayanda bir var əmələ gəlməsi, bir var parçalanması. Onda bu nə olacaq? Q1-dir də bu. Q1 nə olacaq? Mənfi 40 olacaq. Düzdürmü? Q2 nə qədər olacaq? Suyun, qazın parçalanması. Mənfi olacaq müsbət də. Onda Q2 böyük olacaq Q1-dən. Elə bir ki, parçalanma reaksiyasıdır. Su parçalandı. Su parçalanmaq, maye parçalandı. Maye parçalananda nə olur?
Əvvəl müsbət idi, sonra mənfi olur da parçalananda. Bir var əmələ gəlməsi, əmələ gələndə su maye müsbət olur. Amma parçalananda qaza parçalanır da, bax, mənfi olmadı. Deməli bu mənfi oldu, mənfi 40 oldu. Bu isə qazın parçalanması. Bu oldu neçə? Mənfi 30. Hansı böyük oldu? Q2 böyük olur da Q1-dən. Bəli. Sonra da bir de orada hansını demiştik? 5'i demiştik. Q1'dən Q2. Bir də hər iki yer bir-birindən çıxanda mənfi alınır. Aydındır. Özümüzdən rəqəm dedik, bəlkə rəqəm sizi çaşdırdı. Bəlkə rəqəm sizi çaşdırdı. Bax, su mayedir. Mayədən qaza keçirik. Aysun, qaza keçirik. Düzdür? İndi hansı böyükdür bunun? Bura mənfi Q'dur, bura isə müsbət Q'dur. Hansı böyük olmalıydı? Müsbət Q. Deməli, su maye olmalıydı, böyük olmalıydı. Düzdür? Su qazdan böyük olmalıydı. İndi su maye parçalanıb. Su maye parçalanıbsa bu nə deməkdir? Deməli, bu mənfi olub. Bunun qiyməti bunun qiymətindən daha kiçik olacaq. Çünki burada su qaz parçalanır. Aydındır? Aha. Sonra biri var su maye əmələ gəlir, bax geri dönüş. Geri dönüş olsaydı başqa məsələ. Bu böyük olacaqdı. Amma bu parçalanır qaza. Qaza parçalandığı üçün bu kiçik olacaq bu birisindən. Aha, sonra keçdi o birisinə. Bunu da işləyə bilərsən. Elə bil bunu işləmişdik. Bunu başa salmışdım elə bil. Aha. Həmin qaydada sağ-çıx sol eləyirik. Həmin qaydada nə deyirik? Azotu açmışam. 3 qat rabitədir burada. Hidrogeni də açmışam. 1 qatda 3 dənə hidrogeni var. Bir də nə yazmışam? NH3-də NH3-də açmışam. 2 dənə NH3 var. Azot rabitəsi nə qədərdir? A. Rabit enerjisi. Hidrogen nə qədərdir? B. Əmsal var 3B. Azot hidrogen nə qədərdir? C. 3 dənə azot hidrogen var. Olur nə qədər? 3C. Əmsalı da var. Olur 6C. İndi deyir ki, bu reaksiyan stili effektini tap. Yəni müsbət Q. Buradan müsbət Q nəyə bərabər olacaq? Müsbət Q. Buradan qoy qırmızıya keçim. Müsbət Q nəyə bərabər olacaq? Q bərabərdir. Sağ çıx sol. 6C çıx. Nə? Cəmdə sonunda nə qədərdir? A plus 3B. Nə dedim? 6C sağdadır. Solda nə var? A, bir də 3B. Cəm eləyirəm. Burada nəyə bərabərdir? Cavab hansı olacaq? 6C bu da çıxılanda A minus B, 3B olur da. Cavab E variantına uyğun gəlirmi? Düz gəlirmi E variantına? Başa düşdü? Aha, sonra keçdi o birisinə. Endotermik prosesləri müəyyən elə, Aysun. Endotermik. Ben birinci eksesi istiyorum. Birinci nədir qızım? Səsin quyunun dibindən gəlir. Birinci nə oldu? Eksotermik. Ax, parçalanma deyir. Parçalanma açanların eksotermik. Parçalanmadıqca oyun şeydə alınır. Kalsium karbon. Parçalanma sözü harada eşitsəz, bir dənə amonium bixromatın, bir də azot 2 oksidin parçalanması. Onlar istisnadır. Parçalanmalar hamısı elə bir dağılmadır da. Dağılma kimi xoşuna gəlir. Endotermikdə mənfi əlamət, mənfi kodu da istiliyin durması ilə gedir. Su buxarının kondensləşməsi. Yox, mən bunu götürürəm. Bu müsbət kodur. Ben CO2'nin suda həll olması. bu da Suda həll olanda istilik ayrılır. Bəs yaxşı, natrium atomundan bir elektron qoparılması. ben bu olan Çünki bir iyon verir. Bəli, bir elektron verirsə, orada mənfi əlamət olacaq. Görün budur. 20-21 hə düşüb bitdi. Bu qədərdir 23 dənə. 23 dənə sualdır. 25. Hə,
İkisi düşmür. Kimin səsi əks sada verir? Bəlkə qızım təzədən daxil olasan qızım. Bir də gir, bir də daxil ol. O sizdən gəldi. Kimin səsidir öyle? Mənə Getdi. həmin Getdi səs. Hə, gəldi. Hə. So, indi gəlin bunları da işləyək, bitirək. Aha, yenə də ilişirsiniz. Aha, indi baxaq. 21 görürsüz? bəli. Aha, deyin görüm. Bir dəqiqə mənə. Hə, işləyin görüm, işləyin mənə vaxt verirəm. Da artıq təkrardır, elə bir şey. Açıq suallara keçdiksə demək təkrara keçdik deməkdir. Hə. Aha. 160-ı böldüm 2-yə 80. Nəyi 162-yə böldüm? Reaksiyanın tənasübünü necə quracağıq? 2 bölü 80 44'tür. Necə? 2 bölü 80'e 4'tür. Hanı 80? 160'ı böldüm. Ay qızım, reaksiyanı necə quracağım Aysun? De görüm. Ben 4 gram ayrılırsam 160'da istedim. 2 qız. Əmsal 2 qız. Ama aşağıda istedim. Şu. Şu. Sonra düzümü də elədik. Cavab nədirsə odur. Cavab nədirsə odur. Aydındır. İndi o birisini işləyin. O birisini işləyin. 11 tamamda içinde Hə. 602 gram ayrıldı. Aha. 2,4'de de x. 23,4'də da x. Всё, bunu istəyir. Ha, всё. O da hem 1204. Aha. O birisi suallar şifahi deyil mənə. Mən də indi burada bilmirəm. Bir də qayıtmayım. Bu birisi nədir? Kondensləşmə, sublimasiya. 24-25 nədirsə Deməli deyil. mənim kondensləşmə ilə Aha. buxarlanma küp bölgü olur. Müsbət olursa. Aha. Sonra 0 bölgüsə mənfi küpə, yəni. Mənfi küpədə sublimasiya ilə donma. Küp böyütü 0. Sublimasiya ilə donma. Bəli, doğrudur. Sonra digər sual. Deyir eksotermik tənələrə aiddir. Bir dəqiqə. Demək şu müsbət olsun. Sonra bir də 0 delta H 0'dan kiçik olsun. Hə. Bir də endotermik deyirsə, indi bunun əksini götürürük də. Şu kiçik olur 0'dan. Sonra delta H böyük olur 0'dan. Bir də əgər Q ilə delta H-ı verirsə, onda bərabərdir də bir-birinə mənfi Q ilə delta. Aha. İndi mən keçən dəfə bəzi məsələ bitdi. Bəli, bir dənəsi qalıb burada. Hə, deyirəm, o sualı da deyin. Yəqin ki, baxırsınız da Aysun. Aysun bir dənə cavablandırsın. Mən o 2 dənə sual var. Ben tapabilirim. Hə? Sayfasını tapabilirim. Bir də olacaq dərs. Atıram qrupa. Ay sənə, işıqlar deyir sonra qoşula bilməyəcəm. Siz başqa kəndlərdəsiz, hə qızım? Başqa yerlərdəsiz? Aramızda mən 20 dəqiqə, 15 dəqiqə belə. Zəhranı dünən gördün statusda. Bəli. Ürəyimdir, ürəyim. Həqiqətən. Halal olsun ona. Siz də inşallah ki, onun kimi mən ürəyimsiz, lap ürəyim olasınız inşallah. Deməli, mən sizə o keçən dəfə bəzi dedim möhtəşəm suallarım var.
Ay Allah, onlar hara getdi ilahə deyən görüm. Bir dəqiqə baxım. Siz o sən sualı cavablandır qızım. Burada nə deyir? Deyir, istilik effektin M1-dir. Yanma istiliyində M1-dir. Sonra Hı. 4 mol fosfor, üstəgəl 5 mol oksijen, 2 mol P5 al. Yazın, Burada, yazın burada. işləyin. Aha. Bəli. İstilik effekti M olur. M bərabərdə 2 M verir birincidə. Uyğunlaşdırma. Hə, uyğunlaşdır. Aha. Onda mən B variantı gedir ikinciyə. Birinciyə. Hə. Bir sualı müstəqil işləyə bilmir. Hansı sualdır? Bir dənə at o sualı qrupa, baxım suala cəld. Ekranda yeni sual paylaşmışam. Cəld olun. Hara getdi bu? Bunu silək. Sonra bunu paylaşacağım. Həqiqə bir paylaşım. Burada 2-3 dənə suallar qalıb. Onu işləyək. Paylaşdın qızım? Hə? Mənim attım qrupa. Atdın, hə. Nə deyir orada? Deyən qoy Aysun'a da göndərim. Qoy Aysun cavablandırsın. Nıqqanmı ini? Aysun, cavab ver mənə. Tez bu suala cavab ver. Keçirəm o bir suallarım qalmış. Ürəyim dolu deyə. Hə, de görüm Aysun. M bərabərdir 2-in. Bu nə deməkdir? Hə. 10 bərabərdir 2-yə. İstilik effekti, o da yanma istiliyisə. Aha. Onda 2 elə biçib 4-ün yarısıqdan evdir. Məsələn, M-ə rəqəm verək. M 50-dirsə, N də 25 vur 2 olub da, 2 dəfə az olub. Deməli, yanma istilik effektindən 2 dəfə az olacaq. Hansı reaksiyalarda olacaq bu? B variantında. Ay, başınıza dönərəm. B daxı 4 dəfə azdır. A variantı uyğun gəlmir ki, yanma istiliyi deyirik. Yanan maddənin əmsalına bölmürdüm istilik effekti. 2-yə bölməliyəm də. 1-ə getdi A. B, D-ni də A. D deyirdisə, D də uyğundur. Natrium, o da uyğundur. İndi M nə bərabər olsun? M N-ə bərabər olsun. C, vsyo. B-ni orada aid eləmirsə, heç birinə aid deyil B. Bizim bilsiz problemimiz nədədir? Biz uyğunluq eləyə bilmirik. Vallahi kimyanı başa düşürsüz, riyaziyyata uyğunluq eləyə bilmirik. Düzdür, mənlə razılaşırsınız. Ona görə də niyə uyğunlaşdıra bilmirik? Çünki məntiqimiz yoxdur, o qədər güclü. Riyaziyyatın da günahı deyil burada. Bax, indi orada nə bir şey problem vardı. M-in yerinə rəqam qoy, N-in yerinə də rəqam qoy da. Nə problem var ki orada? Belə eləyə bilmirsənsə. Türkan. Başa düşdünüz məni? Bəli. Hə? Ay Türkan. 5 saat orada hesablama aparana kimi, M-lə N sənin beyni yorur, gözü yorana kimi, məni də yorursa onda. Onda enerjiniz gedir onda sizin. Hamımızın enerjisi gedir. Niyə elə eləyirsiniz? Niyə öz zülmə salırsınız ki? Qoyun da yerinə rəqəm. Bu nə deməkdir? Yanma istiliyi nə deməkdir? Əmsala baxmıram. Əmsala baxmıram qızım. İndi o zəhmət olmasa B variantına uyğun M-lə N-i əlaqələndirin. Zəhmət olmasa. Cəld olun. İndi necə eləyirik, hə? Əlaqələndirin. B-yə uyğun orada 3 də yazın, əlaqələndirin. Öz-üzdən düstur çıxardın. Türkan. Hə, nə oldu? Ben onda doğru Neçə? Neçə?
Türkan buradasan qızım. Bəli, mən. M nəyə bərabər olacaq orada? M elə. Yoxud B variantı üçün uyğunluq yaradırıq özümüzdən. Yoxdur orada. Yoxdur orada. Savadlı olmaq lazım deyə əzbərçi yox. Dörd en olmayacaq. Dörd en olmayacaq ay uşaqlar. Bəli, mən. Bə niyə eləyə bilmirsiniz? Niyə deyə bilmirsiniz ki bunu? Nə çətin oldu ki elə? Türkan mənimlə razısan? Orada M 4-ə bərabər olacaqmı? Bəli, hə. Yaxşı, orada desəydim ki, əmələ gəlmə istiliklərini tapın. M-dən nə əlaqələndirin? 1-dən A-dan D-yə doğru. Necə əlaqələndirərdiniz? Əmələ gəlmə istiliyi nədir? Bəsitlərdən əmələ gəlməliyəm. Misalda bir dənə mürəkkəbim olmalıdır. İndi birinci A-ya aid uyğun. Necə olacaq? Mən birinci üstünü ikiyə bölə bilirim. Nəyə böləcəyik? Bax, yanma istiliyin yerində E-nin yerinə N-dir. Amma yanma stili deyil, əmələ gəlmə stilidir. M stili effektimdir, o dəyişmədi, elə M olaraq da qaldı. M-lə nə əlaqələndir? Əmələ gəlmə stili ilə əlaqələndir, uyğunluq yarad. M nəyə bərabər olacaq onda o zaman? Hə? Bax, bunun istiliyi tutaq ki 50-dir. 50. Görürsünüz ekranı? Bax, indi reaksiyada istilik 50-dir. Əmələ gəlmə istiliyi nədir? İstilik effektini kalsium oksid əmsalına bölməli deyildim. Yenə də eyni olacaq. M bərabər 2n olmayacaq. Hə? Bəli. Yaxşı, bəs B variantında necə olacaq? Əmələ gəl. Yenə bölə. Nə? Necə? Yenə böləcəksə. Yəni eyni şey olacaq da, bölürsən. Amma əlaqə bərabərlik yaradanda yaxşı riyazi dildə deyim. Bərabərlik yarad. M-dən N arasında bərabərlik yarad. Onda necə yaradacam? M bərabər 2n yazacam da, böldün də böldün. Böldün yarısı oldu. M böyük rəqəm oldu da ondan. 2 dəfə çox rəqəm oldu. Düzdür? Əmsal nədir ona bölmürəm. Bəs yaxşı, C-də əmələ gəlmə istiliyini tapsaydım. Hə? Burada mən Bərabər olacaq. Əmsal 1-dir. Bərabər. Bəs yaxşı, D-də? Orada da əmsal yoxdur. Allah'ım şükürlər olsun. Türkan, başa düşdün qızım? Bəli. Nə zülüm çəkirik ya, bu nədir? Hara düşmüşük? Bax, indi baxıram bir dənə fikir verin. Bu suala fikir verin bir dənə. Görürsünüz sualı? Görürsünüz sualı? Hə. Deyir ki, bax bu reaksiya mənim nədir? Bax deyir, bunun istiliyi effektini tapa. 2Z üstə gəl K, 2D. Bunun istiliyi effektini tapa. Bax bunu tap. Bu mənim kompas tənliyimdir. Orijinal tənliyimdir. Müəllim, aşağıda 150 ver. İndi mən nəyə baxıram? Əsas tənlimdə Z-lərə, K-lara, K-ya, D-yə. Ona uyğun da reaksiya mərhələlərində ona uyğun yola çıxacaq. Aha. Mən birincidə 150 mənfi olur. Onda onlar 150'dir. Bax, baxıram ki, Z mənim əsas təlimdə soldadır, Z. Solda. Amma reaksiyaların içərisində hardadır? Hardadır? Sağda. Sağda. Onda sağdan mənim istilik effektim nə qədərdir? Mənfi 150. Keçirdirəm sağa, sağa. Yaxud sola. Burada mənfidirsə solda nə olacaq? Müsbət 150. İndi mənim əsas təlimdə 2 Z-dir, 2 Z-dir. Burada 3 Z-dir. Nə etməliyəm? Bunu oxşatmalıyım. 150'ni 2'ye bölürüz. Hə? 150-ni 2-yə bölməliyəm. Yox, 150-ni 2. 150-ni 2-yə bölürəm ki. 3-ü nəyə bölsəm 2-yə?
3'ü nəyə bölsəm 2 eləyir? Ay Rəziyyat. Ay baş Bir tamamda baxışı. değil. Ay sağ ol. 150 böl 1,5. Nə qədər eləyir? 20. 150-ni 1,5-ə böləndə 100 eləməyəcək. Pış. Müsbət 100. Всё, bunu saxladım bu şəkildə. İndi keçirəm K-ya. K hardadır mənim reaksiya tənlimdə? Solda. Bax, soldadır. K da soldadır. Düzdürmü? İndi bəs əsas tənliklər də hardadır? Verilən tənliklər. Orada çox. Mənim əsas tənlimdə 3 yoxdur. Burada 3 var. Neynirəm onda? 300'ü 3 alıyor. Deməli bu 100 qaldı. Buradakı 300'ü də müsbət 300'ü də bölürəm 3-ə. O da olur nə qədər? Müsbət 100. Düzdür? İndi yaxşı D-yə baxaq. D hardadır mənim əsas tənlimdə? Sağda. Burada da sağdadır. 2D var mənim əsas tənlimdə. Burada 6D var. Onu da 3-ə böləndə yenə 100 eləyir. Deməli cavab nə oldu? 200. Birini zaten oxşatdım da. Biri getdiyi yolda 2 dənə maddə varmış. 2 nəfərlə gedirmiş eyni yolu. Aydındır? Başa düşdük Türkan? Bəli. Tutduq söhbəti. Bəli. Yox, bir dənə də verim. Keçən dəfə tam ümumiyyətcə ürəyimə yatmadı. Heç yatmadı sizin bu məsələləri işləməyiniz, başa düşməyiniz. Hədəfdir, elə çətin deyil. Oturun topluluğunu bir də işləyin. Eşidirsiniz? Təkrarda güvənə baxacağıq. Təkrarda güvənə baxacağıq. Bunun istilik effektinin suallarına baxın. Görürəm çətinlik çəkirsiniz. Niyə? O niyə yox? Çünki riyaziyyat lazımdır, məntiq lazımdır. Bunu başa düşmək üçün %100 məntiq lazımdır. Məntiqimiz olmalıdır. Gəlin, baxın, görün, görürsünüz ekranı. Ben gitti ekran. Gələm. Hə. İndi baxın, bunu işləməyə çalışın, görək nə işləyir, nə demək istəyir. Kim tapsa, kim düzgün tapsa, afərin ona, həqiqətən də. Ben değil. Hə? Deyirsən? De. Əsas tənliyim hansıdır? B plus D 2Y. Bunu tapmalıyam, delta H-ını tapmalıyam. Zaten entalpiya deyirsə, burada da entalpiyalar verib də, delta H entalpiya göstərir, düzdür? So, nə edəcəm? Birinci B'ni tapmak için A'nı 3'e bölürüz. Aha, nə edirəm? Müsbət A, bilən soldadır müəllimə. Soldadır, B soldadır, burada da soldadır reaksiyaların içərisində. Onda müsbət A-nı olduğu kimi saxlayıram, işarəyə dəymirəm. Amma mənim əsas təlimdə 3 yoxdur, ona görə bölürəm 3-ə. Bunu bu şəkildə saxladım. İndi keçirəm ikinciyə. Sonra D her ikisinde sağdadır ama tek soldadır. Aha. Keç bura, buradakına keç onda. Onda D-ni eləmə. Çünki B-ni elədi axı. Onda B-yə dəymə, D-yə dəymə. Keç Y-yə keç. Ben Y o bir yerde soldadır ama esas tənlikdə sağdadır. Aha. Ona görə mənfi müsbət olur. B'ni bölürük 3'e. Deməli, mənfi oldu burada müsbət B. Nəyə bölürəm? 3'e bölüp 3'e bölürük. 3-ə niyə ki? Mənim əsas təlimdə Y neçədir? Y-nin əmsalı neçədir ki? Burada 3-dür. Neyniyim ki? Nəyə bölməliyəm onda? 1 tamamda bölürük. Ay sağ ol. Всё. Nə oldu cavab? Müsbət A bölü 3. Üstə gəl. Tərəf-tərəfə toplayıram. Müsbət B böl 1,5. Cavab nə olacaq? Riyaziyyatımız superdir. Olur bu şəkildə. Bəli. Hə? Türkən razısan qızım? Məndən inciməyin. Beynimiz açılırmı? İnkişaf eləyirikmi? Bəli. Türkən. Hə? Bəli. Doğrudan. İndi bu sənin keçən ki müəllimə var ha. Həqiqi deyirəm.
Oturub dərs keçmək lazımdır. Keçmək lazımmı Türkan? Bəli. Bunları bilərmi bu sualların? Bir dənəsini işləyə bilərmi? İnanmıram. Hə, yenə xoşum gəlmədi. Heç xoşum gəlmədi də. Niyə xoşum gəlmədi mənim bu stil effektindən sizdən? Yenə hibridləşmə nəyəsə 30 durmusunuz. Bu nədir? Mən niyə zülm çəkdim? Çox zülm çəkdim, həqiqətən də. Deyəm bunu sileyim. Burada bir 2 dənə sual qaldı, ona baxaq. Yaxşı, indi görək bunu necə işləyəcəksiniz. 2 dənə sual da işləyin, bitirək. Görüm də görüm. Görüm necə işləyəcəksiniz. Daha artıq mən heç nə demək istəmirəm. Özünüz fəaliyyət göstərin. Özünüz deyin. Hara getdi bu? Hə. Baxın. Görürsünüz? Yoxsa hələ göstərməmişəm bu deyəm. İndi görüm necə işləyir. Birinci oturun fikirləşin. Necə işləyə bilərəm? Hara gəldi bu? Hə. Aha. Baxın. Heç nədən qorxmuruq Türkan. Eşidirsən mənim balam? Əzbərlətməyə nə var ki? Deyirəm, balam, topulda 3 dənə 5 dənə sual var. Get əzbərlə gəl. Aysun birinci qrupdur, mən Aysuna güvəndə işlədirəm, hədəfdə işlədirəm. Hələ birinci qrupdur. Keçən dəfə 3 dənə səhv elədi 27-dən. Amma qaldıracaq. Yəni 27 yazmaq düzgün deyil. Nə birinci qrup üçün, nə 4. Mənim tələbələrimə düzgün deyil. İndi başqaları özü bilər. 15 yazdırır, 10 yazdırır, özü bilər. Hə. Birinci işləyin. Diqqətli olun amma. Çox diqqətli olun. Çətin bir şey yoxdur burada. Biraz da böyüdüm. Hə, baxın. Hə. Görüm necə işləyəcək. Nə deyir, indi işləyə bilərik birincini. Bu birinci, bu ayrı məsələdir ha. İşləyə bilərik. Qoy Türkan desin də, görüm nə deyir Türkan. Hə, Türkan de görüm. Bu birinci bunu həll elə, açıqlama ver buna. Birinci bu 14 qram CO yananda. Nə yazıram? CO yanmaq deyirsə nə yazmalıyam bura? Canını yandırır. Ala yandırdım. Yandırdım. İndi nə deyir onu demək yazmalıyam da. Nə deyir onu yazmalı deyiləm. 14. Nə deyir ay Türkan? 14 qram karbon. 14 CO yanına nə qədər istilik ayrılır? Hə qızım? 35 qram. 14'ün aşağısına nə yazmalıyam? Nə yazmalıyam qızım? CO'dur da 14. CO'nun nəyini yazmalıyam? 12. Hə. Neçə oldu? 28 düzdür? Hə, 28. 28 vur 2. Əmsal da var. Görün bu 28 olanda 56 olanda nə qədər imiş buradan ayrılan istilik? Öz istiliyimi tapıram. Bu reaksiyan istiliyini tapıram. Hə. Tutduq söhbəti. Bəli. Hə, indi tapın görüm nə qədər oldu? Neçə oldu orada? 4.35'e vururum. 4.35'ə neçə elədi? 20, 140. 140. İndi ikinciyə keçirəm. Bu birinci. Birincini həll elədim. Burada oldu nə qədər? Müsbət 140. Bunu tapdım. İndi keçirəm ikinciyə. İkincidə nə deyir? 23,4 litr H2O. Parçalandıqda. Su parçalandıqda. Su parçalanır. Su nəyə parçalanır? Su, oksijen, hidrojen. Aha. Qazı. Nə deyir burada? 22,4. 20,4 H2O müstəyər. Amma qaz halındadır da bu, bildiniz də, suyun qaz halında. Parçalandıqda bəli, 60. Aha. Aha. Sonra nə deyir? Nə yazmalıyam? Öz stilimi tapmalıyam, orijinalımı. Orada X-dir. İstilik effektimi tapmalıyam. Burada nə yazmalıyam? Suyun 44,8 yazmalıyam. Ay sağ ol. Bu da oldu nə qədər? 120. İkincidə oldu 120. Parçalanmadısa nə olmalıdır?
mənfi 120 olacaq da parçalanma reaksiyası. Düzdür? İndi bunu keçirtdim. İndi nə deyir burada? Hələ ardı var. Verilənlərə görə yazıram CO2 üstəgəl H2 alınır CO üstəgəl H2O. Nə yazıram deyir? Bu reaksiyandır, istilik effektini tap. Necə tapa bilərəm bu reaksiyan istilik effektini? Necə tapa bilərəm? Bax, bunu tapdın 140, müsbət 140. Bunu da tapdım mənfi 120. Düzdür? Elə tapmadıq. Ay, sağ ol. İndi burada nə deyir? Bax, bu bəsitləri nəzərə alma. Burada da bəsit var. Yox, bu bəsitdir, nəzərə alma. İndi CO2 əmələ gəlib. Nə qədər olub istiliyi? 140. Burada da CO2 var. Mənə bu reaksiyanın istilik effekti lazımdır. Necə tapa bilərəm? Yenə tapa bilərəm CO2 hardadır məndə? Daha doğrusu necə tapa bilərəm burada? Müsbət 140-dırsa bunun əmələ gəlmə istiliyini tapıram da. Neçə eləyir? 140-ı bölürəm 2-yə. Oldu mu 70? Müsbət 70. Bəli. Aysa, mən CO2-im ha tərəfdədir. Reaksiyanın burada solundadır. Bu orijinaldır, əsas tənlikdir, əsas. Mənim reaksiyamda soldadır, burada sağdadır. Əmələ gəlmə istiliyi də müsbət 70-dir. Onda nə edirəm? Sola keçirdirəm, eləyirəm mənfi 70. Mənfi 70. Sonra suya baxıram. İndi su nə qədər eləyib? Suya baxın. Sonra axırda cəmləyəcəm, söhbət yox, istilik effektini tapıram. Aha. Suda nə qədər eləyib? Su burada bir dənə su var. Suyun parçalanması mənfi 120-dir. Onda necə olacaq mənfi 120? Su mənim əsas tənliyimdə soldadır. Keçirdirəm mənfi 120-ni sağa. Oldu müsbət 120. Müsbət 120. Məndə su bir dənədir. Əsas tənlikdə. Burada 2 dənədir. Bölürəm 2-yə. Bu da oldu nə qədər? Müsbət 60. Всё. İndi mənfi 70, müsbət 60. Nə edirəm? Nə edirəm? Türkan. Çıxırıq. Çıxmırıq, toplayırıq. Nə çıxma? Hədə toplayanda çıxır. Hə, çıxırıq, o da eləyir mənfi. Böyüyün işarəsini götürdüm. Başa düşdünüz? Hə? Bəli, bəli. Dəqiq, başa düşdünüzmü? Bir dənə gedişatı tutsaz, bax buna aid düşəcək ya. Özdə bunlar deyəsən toplunun ətraflılarıdır. İndi bax bu natrium OH-ın malı. Bunu ayala, bu çox gözəl sualdır. Bir dənə sualı oxuyun, bir dənə həzm eləməyə çalışın. Bax, natrium OH-ın malyar həll olma istiliyi. Bu nə deməkdir? Natrium OH-ın malyar həll olma istiliyi. Bu nə deməkdir? Natrium OH bərk haldaydı. Bunu suda həll eləmişəm. Düzdürmü? Nə eləmişəm? Natrium OH-ın malyar həll olma istiliyi 100 kil. Yəni bunu suda həll eləmişəm. Buradan nə qədər istiliyi ayrılıb? 10,2. Buradan natrium OH-ın məhlulu alınıb da, düzdürmü? Buradan yazmadım. Natrium OH-ın məhlulu alındı. OH məhlulu. Düzdür? Yəni bərki suda həll eləyirəm. Malyar həcm o deməkdir. İndi nə deyir burada? Buradan aldı 10,2 kilokalori, yəni kilokalori, yəni istilik effektinin vahidi deməkdir. Sonra nə deyir? Natrium OH-ın bu məhlul, mayi haldadır, məhluldur. Neytrallaşma reaksiyası nədir? H xlorla. Yəni üzərinə nə gəlirəm? Turşu gəlirəm, H xlor. Bu da məhlul. Nə alınır buradan? Əsas turşu gələndə nə gedir burada? Badil reaksiyası gedir. Alınır natri xlor, bir də su. Duz və su əmələ gəlir. Bunlar da məhluldur. İndi nə deyib burada? Sonra ardına qulaq asaq. Ardı nə deyir orada? Ardını oxuyun görək. Lazım miqdarda qatı H xlorid məhlulunun 8 qram natrium OH bərk maddəsi əlavə edildikdə neçə qram kilokalori istilik ayrılır? Hə, 8 qramda deyir nə qədər ayrılır? 8 qram natrium OH-da. Amma 40 qram natrium OH-ın öz kütləsidir. 40 qramda nə qədər ayrılacaq? Nanı burada 40 qramda? 40 qramda verilməli idi axı istiliyi. Verilibmi yoxsa verilməyib? Bir dənə baxın, mən yoxsa görmədim. Hə, verilib də, deyinə verilib. 13,6 neytrallaşma reaksiyasının istiliyidir bu.
müsbət 13,6. Hə, indi nə deyir? Lazımi miqdarda 8 qram natrium OH bərk maddəsi əlavə edildikdə neçə kilokalori istilik? Hə, bunu tapmaq lazımdır. Hələ bir istilik tapmamışam axı. İndi gəl tapaq da. İndi necə taparıq? Siz deyin görüm. Əsas tənlimi yazdım. İndi bir dənə də yazıram. Sənə deyir ki, bərk maddəni. Bax, biri var malyarlaşma istiliyi bu qədər. Malyar neytrallaşma istiliyi. Bir də var lazım miqdarda qatı H-xlor məhluluna 8 qram natrium OH bərk maddəsi əlavə etdi. Neçə kilokalori istiliyi ayrılır. İndi burada nə yazacağım? Natrium OH, bir dəqiqə. Natrium OH bərk. Üstə gəl su. H-xlor daha doğrusu. Biri var mayi, biri var bərk. Alınır buradan nə? Natrium xlor, üstə gəl su. İndi nə deyir mənə? Həmin bu reaksiyanın istilik effektini tap. Necə taparıq? Bir dənə baxın, əsas tənliyə uyğun tapın. Yoruldu gözlərim. Bir dənə baxın. Bunu eləyək, bitirək daha. Birində müsbət 10,2-dir, birində 13,6-dır. Düzdürmü? Natrium OH bərk soldadır, burada da bərkdir, işarəyə dəymirəm. Müsbət 10,2 qalır. Düzdürmü? Sonra nədir? Natrium OH-ın məhlulu, xlor məhlulu hardadır? Sağdadır. Burada da sağdadır da bu reaksiyada. 13,6. Onda 10,2 ilə 13,6-nı toplayıram. Düzdürmü? Nə qədər eləyir reaksiyanın istilik effekti? Neçə? 23,8. Onda 8 qramda bilmirəm nə qədər istilik ayrılıb. Amma 40 qramda 23,8 qram ayrılıb. Buradan tapıram ki, x nəyə bərabər? Çox qəşəng sualdır. Çətin sual deyil. Sadəcə olaraq o malyar həcm sizi beyninizi qarışdıra bilər. Malyar həcm nə deməkdir? Bərkin suda həll olması deməkdir. Bir dəfə natrium OH-ın bərkini suda həll edirəm. Bir dəfə natrium OH mayini turşu ilə reaksiyasını yazıram. Bir dəfə də nəyi yazıram? Natrium OH bərkin turşu ilə reaksiyasını yazıram. Bu zaman baxıram ki, bərklər natrium OH-lar soldadır. Suda həll olması reaksiyasında əsas tənlikdə. Onda 10,2-ni olduğu kimi saxlayıram. Həmçinin natrium OH mayinin turşuda həll olması da soldadır və orada 13,6-ya da işarəyə dəymirəm. Hə, vəssalam. Oradan tapıram ki, nəyə bərabərdir? Aydın oldu? Aydın oldu mu? Bəli. Vəssalam. İndi bu qədər. Heç bizim dərsimiz elə saat yarım elə ancaq istilik effektini hələ oturtmağadır. Hələ mən tam şəkildə oturtmadım. Gələn dəfə yenə bir-iki dənə özümdən suallar verəcəm. Görüm necə işləyirsiniz. Yəni çətinləri də işlədim. Hə? Sən tezdən başlayıb işləməyə. İşliyini topluda asandır ay qızım. Toplu çox asandır. Yəni həqiqətən toplu çox asandır. Bax, məsəl üçün bir dəqiqə dayanın. Görün bir dənə asandı varsa, bir dənə asan verim. Ürəyim rahatlaşsın, sağollaşaq. Görün burada asandı var. Mənim reaksiyalarımda. Asandı varsa bir dənə onu verim sizə. Bundan da iş bitsin. Görün bir dəqiqə. Hə, burada bir dənə asant var. Amma bir dənə orada nüans var. Görüm o nüansı tapa biləcəksinizsə. Super. İşləyə biləcəksinizsə. Super. Bir dənə baxım görün bu necə işləyir. Görürsünüz ekranı yoxsa gətirim ekranı? Görünür mən gətirim. Gördünüz? Mən də görürüm. Gördünüz yoxsa gətirim ekranı? Gördük mən. Görürüm. Görürsən qızım Türkan? Bəli, mən də. Ay sağ ol. İndi orada bir dənə məsələni oxuyun, bir dənə analiz eləyin. Görün neynəmək istəyir, nə demək istəyir. Fosfor qırmızı yandı. Aha. Fosfor da yandı. Bax, fikir ver. Nə deyir onu yazıram. Fosfor onda yandı. Fosfor yandı. O2. Əmələ gəldi. P4 10. P4 oksigen 10. Bura 4 yazıram, bura 5 yazıram. 4 olur 5. Aha. İndi tənasüb quracağım. Görüm tənasübü necə quracaqsınız. Az tam onda 2 qram fosfor. Aha. Yandıqda. Nə qədər istilik ayrılır? Nə deyir onu yazsın. Nə deyir? Yananda 1500 ayrılıb. Bax, nə deyir onu yaz da. Bəli. Hə? Sonra nə deyir? Altta bundakının aşağısına nə yazmalıyam Aysun? Fosfora aiddir bu.
Nə yazmalıyam? Bu soru 31 soruda. 4-ə. İndi bir dənə bax, burada istiliyimi tapmalıyam da, buradakı Q-nu tapmalıyam. Bəs bu nədir bəs? Temperaturu 10 dərəcədən 30 dərəcəyə qaldırıblar. Bu 1500 olanda istilik. Burada elə bir ki 6,2 idi, 1500 ayrılıb, düzdür? Burada temperaturu 10 dərəcədən 30 dərəcəyə artırıblar. Yəni 30-dan 10 çıxıram. Burada olduğu kimi yazıram 31 vur 4 böl x. Başa düşdünüzmü? Bax, bu reaksiya doğrudur. Sadəcə burada əlavələrim var. Bunu havayı yerə verməyib baxı. Bu sualı havayı yerə verməyib. Burada deyir 10-dan 30 dərəcə. Elə bir istilik ayrıldı. İstilik ayrılan zaman bunların keyflərinə düşdü ki, bu istilik burada ayrılır, amma biz temperatur biraz da verək. Temperatur biraz da artıraq. Onda hara gəlirəm temperaturu? 30-dan 10-dan 30-a artıbsa, deməli orada 20 fərq olub da temperatur əvvəlkindən, əvvəl verdiyimizdən. Ona görə bunu yazıram bunun qarşısına. Aydın oldu? Buradan da cavabı tapıram. Bu eləyir 124. Bu deyir neçə? 0,2. 1500'ü də 20'yə vururam. 24. O da neçə eləyəcək cavab? Cavab neçə eləyir? Cavab neçə elədi? 1500'ü vurdunuz 20'yə. Bilmem. Onu da vurdunuz 124'e, onu da bölsün. İxtisar eləyəndə. İxtisar eləyəndə neçə olmalıdır orada? Yoxsa cavab vermir orada. Ben niye? Cavab vermədi. Cavab alınmadı. Burada 4'dür ha. 4'dür burada. 124 deyil, mən səhv eləmişəm. Burada 4'dür cavab. Onda cavab nə olacaq? Bu 31 ilə bu getdi ixtisar. Burada qaldı 2. Bununla da bu getdi ixtisar. Burada qaldı 2. Və salamdır. Vurursan. Neçə oldu cavab? 300'lü bir şey olmalıdır da yəqin ki. Ya 600'dür cavab. 600 olar məncə. 600. 600'dür. Dəqiq. Bəli. Hə, vəsə. Cavab onda olacaq E. İndi burada rəqəm çox aldınız, düzdür? Nə qədər aldınız? 600 min nə qədər alarsınız orada cavab yəqin ki. Çünki minə bölünməlidir orada. Minə bölünür, kiçik rəqəm alınır da, başa düşdünüz? O da olacaq, elə bir 600 tapısınızsa, orada neçə dənə 0 var? Bir dənə də 0 var. Minə bölmüsünüz, bu sıfırlar gedib olub 600. Aydındırmı? Yəni böyük rəqəmi kilokalori deyir, keçirdirəm ən kiçiyinə. Onu da tapıram. Bir dənə orada 10-cu sual qalıb. Ona da baxaq, bitirək. Deyəcəksiniz ki, müəllimə bu sualları hardan yığıbdır? Heç biri bir-birinə oxşamır. O qədər əzbərçiliyə öyrəşmişik ki, Türkan. Sizde o kadar şey var. Hə? O kadar sual var maalesef. Yox, o qədər əzbərçiliyə öyrəşmişik ki, doğrudan həqiqətən ha. Bu sualların öhdəsindən də ona görə gələ bilmirik. Dedik müəllim, əsas təmliyimiz C38 dirədir. Budur, C3H8 üstə gəl 5O2. Burada alınır CO2 3 dənə. Aha, hə, düzdür. Əsas tənlik budur. Hə, vəsə, əsas tənlik rahat, super. Amma diqqətli olun ha. Məndən entalpiyanı soruşur. Bax, istiliklə verilib. Amma məndən entalpiyanı soruşur. Orada biraz diqqətli olun. Başa düşdünüz nə demək istəyirəm? Onda mənfiqdə müsbət götürəcəyik. Aha, mənfidirsə müsbət götürəcəyik onda. Bəli. İndi C3H8-in əmələ gəlmə istiliyi mənfi A-dır. Onda müsbət A olacaq. Hə, indi müsbət A-dır. Oldu müsbət A. Yaxşı. Yox, müsbət A olur, yoxsa mənfi A olur? Bir dənə baxın ona. Dəqiq baxın. Kənarda yazılmayıb bu. Delta H-dır da bu. Ay başına dönərəm. Bu da delta H-dır da. Mən niyə çaşdırırsınız? Baxın. Delta H-dır da bu. Mənfi A-dır, elə bu da mənfi A-dır. Qəşəng sualdır. Delta H deyil. Entalpiya nə deməkdir? Delta H demək. Bax, delta H verib. Mənfi A dəymirəm. Əmsal yoxdur, dəymirəm. Vurmuram. Heç nə eləmirəm. İndi keçdim bu birisilərə. Bu heç.
CO2 Türkan nə qədərdir CO2-nin əmələ gəlməsi? Hə? CO2-nin əmələ gəlməsi dili nə qədərdir? B deyil. Bəli. Amma bu istilikdir, bax, bitişikdir. Məndən entalpiya soruşur. Bir dəfəmlik. Müsbət hə. Bu müsbətdir. Kilo istilikdir, Q-dur. Amma məndən delta H soruşur. Delta H. Delta H-ı soruşur bax burada, kənarda. Nə olacaq? Bu müsbətsə mənfi B. Buraya nə yazacağam? Mənfi B. Vuracağam nəyə misalına? 3-ə. Şu. Sonra keçdim nəyə? Üçüncüyə. Üçüncü baxın delta H-landır. Ona heç nə dəymə. Dəymə. Elə nə olacaq? C. Elə D. C. Amma 4C. Həmsə. So nə istəyir məndən? Entalpiyası. Bunun entalpiyasını da. Entalpiya nəyə bərabərdir? Sağ çıx sol, hə? Yəni Bəli. mənfi 3B plus 4C sağdakılar bulardır. Çıx mənfi A. İndi cavabı bir dənə tapana eşq olsun. Riyaziyyatın bir dənə başına qəşəng yekə bir dənə daş salırıq. B variantı. Neçə? B. C. B. B. Deyən baxım görün burada nə oldu? Mənfi 3B. Burada yazım. Mənfi 3B oldu. Üstə gəl 4C. Bu da oldu müsbət A. Sən B deyirsən. Aha. Mənə bərabərliyim. Yo, bu olmur axı. Bu olmur, yox. Elə ki bu mənfi 3B olsun. 4C mənfi 4C olsun. A da mənfi A olsun. Yox, bax, mənfiyə vuranda 4C-yə bax, C-yə. Mənfinin 3B-yə vuranda mənfi 3B oldu. Mənfi oldu, müsbət oldu. Mənfiyə vuranda müsbət oldu. Elə C variantı. Düzdürmü? Aydın oldu? Sağ olun. Haqqınızı halal edin. Sizi çox yordum. Sağ olun. Sizi Sağ olun uşaqlar. İşləyin, sonra gələn dəfə monoton əzbərçi suallara baxarıq. Keçmişimizə qayıdarıq biraz. Oldu, sağ olun. Sağ olun. sağ olun.